Naxçıvan Muxtar Respublika Kitabxanasında təşkil olunan məşqin nəzəri hissəsində kitabxananın kollektivinə fövqəladə hallar, həmçinin yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib. Məşqin keçirilməsində məqsəd fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması, şəxsi heyətin yanğın xilas etmə əməliyyatları üzrə bilik və bacarıqlarının artırılması olub. Sonra məşqin praktiki hissəsinə start verilib. Şərti, zəlzələ və yanğın zamanı həyəcan siqnalı verildikdən sonra kitabxananın mülki müdafiə qüvvələri tərəfindən ilkin müdaxilə həyata keçirilib. Zəlzələ nəticəsində kitabxananın qazanxanasında baş vermiş nasazlıq nəticəsində şərti yanğın hadisəsi baş verib və kitabxananın mülki müdafiə heyət tərəfindən təxliyə işləri aparılır. Növbəti mərhələdə Fövqəladə Hallar Nazirliyinin yanğın xilas etmə bölmələri operativ qaydada hadisə yerinə çataraq kitabxananın mülki müdafiə qüvvələri ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçiriblər. Hal-hazırda yanğın nəticəsində xəsarət alan insanlar hündürmərtəbəli binadan xüsusi avadanlıqlar vasitəsilə təxliyə olunur. Paralel olaraq xilasedicilər tərəfindən zərər çəkənlər dağıntı altından çıxarılıb, yuxarı mərtəbədəki zərər çəkənlər müxtəlif üsullarla təxliyə edilib, yanğınla mübarizə tədbirləri yerinə yetirilib, habelə şərti xəsarət alan şəxslərə ilkin yardım göstərilib. Məşq uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub. Nümunəvi obyekt mülki müdafiə məşqinin keçirilməsində əsas məqsədlərimizdən biri də belə obyektlərdə hansı ki mülki müdafiə üzrə dərəcələrə malikdirlər, bu obyektlərdə dövlət əhəmiyyətli əmlakın, kitabların, dəyərli eksponatların mühafizəsi, eləcə də işçilərin bu işdə peşəkarlığının artırılmasından ibarət oldu. Məşqdə Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur qurumlarının obyekti tanıması, obyektdə ehtimal olunan risk mənbələrinin müəyyən olunması istiqamətində də uğurlu fəaliyyətləri icra olundu. Sahil Əliyev, Arzu Sadiqov, NTV Xəbər.